Dekabrın 8-i Nizami Kino Mərkəzində Xoxan filminin qala gecəsi keçirilib. GSR FM xəbər verir ki, tədbirdə sənət aləminin tanınmış simaları iştirak edib. Film, varlı bir qadının qızının bədəninə cin girməsindən və qəhrəmanların başına gələn məzəli əhvalatlardan bəhs edir. Prodüserlər Orxan Mərdan, Zaur Mirzəzadə və rejissor Samir Kərimoğlunun ərsəyə gətirdiyi filmin baş rollarına Fərda Xudaverdiyev və Elməddin Cəfərov çəkilib. Digər rolları isə əməkdar artist Ələsgər Məmmədoğlu, aktrisa Nigar İbrahimova, aparıcı Şəhriyar Əbilov və videobloger Aynur Hüseyn canlandırır. Filmin prodüserlərindən Orxan Mərdan onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib. Film bir arzuydu və biz prodüser olaraq Zaurdan qarşımıza bir məqsəd qoymuşduq ki, film keyfiyyətli çəkilsin, səs sistemi 5:1 olsun, çox yüksək standartlara cavab verən ölçülərdə olsun, rəngi, postu normal olsun və ən əsası da ölkənin bütün kinoteatrlarında yayınlansın. Və biz buna nail olmuşuq. Rejissor Samir Kərimoğlu isə film haqqında bunları deyib. Göstərilən istək və buradakı aktyorların istedadı özünü göstərdi. Məncə film alındı. Baxandan sonra başqa filmlər də gəlir. Sırf kommersiya filmlərinin başlanğıcı olmalıydı və biz bunun üzərində çalışırıq və istəyirdik. Ən çox istəyimiz bu idi ki, artıq başlasın. Filmin baş qəhrəmanlarından Fərda Xudaverdiyev də film haqqında təəssüratlarını bölüşüb. Ümumi olaraq yenə deyirəm, məncə həqiqətən işlədik, əziyyət çəkdik ki, tamaşaçılarımız yaxşı, maraqlı bir komediya görsünlər. Vaxta kimi də çəkilirdi, amma Samirlə işləmək çox xoşudur. Samir Kərimoğlu imzası və onun bundan öncəki filmlərini izləmişdi. Onun üçün də komediya ilkidir. Onun doğrudan da mən həqiqətən zövq aldım ki, mən həqiqətən də tam metrajlı filmdə çəkilmişəm. Çox xoş idi. Ölkənin bütün kinoteatrlarında yayınlanan filmlər başladı çıxmağa. Bu münasibətlə hamımızı özümüz də içində olmaqla təbrik edirəm.